İndi birazdan 150 nəfər Dövlət Sərhəd Xidmətinin ehtiyatda və istefada olan zabitləri qoşulacaq. 150 nəfərin adından hələlik 6 nəfər. Onları da Lənkəranda ev veriblər 92-93-cü ildə. Həm sərhəddə olublar, həm səngərdə olublar. Müharibə veteranlardır. İndi onlara məktub göndərirlər ki, boşaldın evinizi. Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olublar Sovet hökuməti dövründə. İndi də bunları da. İndi siz bu zabitlərdən nə istəyirsiniz? Mən sizə sual verirəm. Ay aidiyyatı orqanlar. Və öldürmək istəyirsiniz, güllələmək istəyirsiniz. Gəlin bir qərar çıxardın, verin Milli Məclisə qərar ki, zabitləri, əskərləri, döyüşənləri görməyə gözümüz yoxdur. Nədir sizin düşmənçiliyiz? Adam ailədən uzaq, uşaqdan uzaq, hərbi hissələrdə, səngərlərdə birinci zəvurlar, komandirlər, aşağı komandirlərə, aşağı rütbələrə ki, uşaqların qızdırması yoxdur, əskərlərdə xəstə yoxdur. Ondan sonra zəvurlar evlərinə, həyat yoldaşlarına ki, uşağın qızdırması yoxdur, dərsə getdimi, yeməyə nə isə varmı, yoxmu? Nə istəyirsiniz? Bu zabitlərdən nə istəyirsiniz? Buyurun. Baqır, mən bu dediyim kimi, həqiqətən də mən gözəl sözlər eşidirəm, çöldə, içərdə, burada. Bu xalq üçün nə eləsin azdır. Və cənab Ali Başkomandan da bunu deyir ki, biz bu xalqın, necə deyirlər, əmrindəyimi deyim, tapşırığındayımı, xalqı incitməyin deyir. Mən söz tapıb deyə bilmirəm ki, bu canlı efirdə. Siz nə ilə qidalanırsınız cənab Ali Başkomandanın verdiyi əmirlərə biganə yanaşırsınız. Bax, mənə incidən budur, məni əsəbləşdirən budur. Siz qəti əsəbləşməyin, millət hamı sizə dəstək verir, zəng var. Salam efirə qoşulmaq istəyirsiniz canlı yayına. Canlı gedir, onda zəyləşər, canlı gedir. Yox. Mən kameralar... Salam, hər vaxtınız xeyir olsun. Canlıya qoşulmaq istəyirsiniz. Bəli, canlı yayında. Komutanım da salamlayıram. Salam, hər vaxtınız xeyir olsun. Mən bir dənə xahişim var sizdən. Buyurun. Mən bilirsən, çox danışarmırəm da, mən də onkoloji xəstəyəm. Allah şəfanızı versin. Mən də bilirsən ki, canımı 1-ci Qarabağ müharibəsində qoymuşam. Tək bir evladım da 44 günlük müharibədə düz tıxoğa qədər döyüşdə oldu, özünüz yaxşı bilirsiniz. Allah şəfa versin. Mən bir dənə xahiş eləyərdim ki, bu bizim bu qazilərə, veteranlara, şəhidlərə, düşmən məmurları ancaq cənab prezident gərək gülləliyyə. Bundan başqa çəm yoxdur. Bir də xahiş edirəm, o hacıdır, nədir onu canlı efirə zəng eləyin, qoşun canlı efirə. Görək onun məqsədi nədir? Onu Səngər TV-nin qoşun. Qoşacaq, qoy nömrəsini götürümdür, indi ona danışacağım və buradan belə. Oldu. Təşəkkür edirəm. Çox sağ olun. Əziz və hörmətli izləyicilər, Ərəstu Məmşovdur canlı bağlantıya qoşulan, özü 1-ci Qarabağ Savaşında, oğlu da 2-ci Qarabağ Savaşında iştirak edib. Siz buyurun, deyin. Sonra hörmətli rejissorumuz birazdan demək, DSX-nın ehtiyatda olan hərbiçilərin evlərindən çıxarılmaqla bağlı təhdidlər gəlir. Təyyar Axundov istefada olan zabitdir və Yusif Məmmədəliyev, Mustafayev istefada olan çoxdular, 150 ailədirlər. Birazdan indi onları qoşacaq, buyurun. Biz, yəni malımızdan, canımızdan, hər bir şeydən vətəni üstün tutmuşuq və komandirlərimizin əmrin. Həmən gün 17 oktyabrda mənim evim sökülən günü mən kameraları yerləşdirmişdim. Birinci gəlib bütün qonşuların kameralarını söndürüblər. Sonra mənim kameram var. Amma mənə kiminlə mesaj gəldi ki, belə bir hadisələr var. Mən dərhal aidiyyəti üzrə çıxdım ki, bəs mənim evim sökülür. Mən icazə verirsinizmi gedim? Mənim üçün dedilər, olmaz. Özdə parad ərəfəsi idi, yəni hazırlıq idi. Dedim ki, oldu. Bir kəlmədən artıq demədim, oldu dedim. Vətənə canımız qurban, malımızı nə idi ki? Amma mən dediyim kimi, yenə də mən bunu elədim. Bəs bunlar bunu niyə pozur bilər? Yenə də sağ olsun ki, Müdafiə Nazirliyinə, mən rəhbərliyə, nazir heyəti, hamıza təşəkkür edirəm, generallarıza ki, başa düşürəm. Müdafiə Nazirliyində zabit olan bir şəxsin
canlı efirə çıxmağının nə qədər məsuliyyətli olduğunu bilirəm. Amma sağ olsunlar ki, bu da zabitin kiminsə ayağına vermir. Zabit o Hacı Babadır, kimdir? Ona silah tutmağı da bilmirəm, o harda, o silah görməz. O ən uzağı hansısa bir o bəzi hərbi hissələr var Bakıda, müəyyən sizin qurum yox, başqa qurumlarda. Onlara mən uşaq bağçası deyirəm. Yəqin Lapatka, sən böyük silah onun Lapatka olubdur, qum-quma olubdur. O da araşdıracam mən. Hacı Baba bəy, Hacı Baba müəllim, araşdıracam. Siz bir dəqiqə icazə verin, mən o bir zabitlərlə qoşum və istirahət edin. Nə yadınıza düşərsə, yenidən deyərsə. Hələ biz davam edirik. Əziz izləyicilər, yoldaş polkovnik leytenant yenə də yaxınlarda Fövqəladə Hallar Nazirliyi ilə bağlı və digər qurumlarla bağlı, şəhər salma ilə bağlı. Anar Əliyevdir, səhv etmirəmsə. Bəli, Anar müəllim amma çox tərifləyirlər, gözəl insandır deyirlər. Mən elə bilmirəm, qəbulunda olacam. Dövlətxan bəylə görüşdüm. Yəqin ki, Dövlətxan müəllim də köməyinə əsirgəməz. Mən bunu da vurğulayım. İnşallah danışarıq. İnşallah. Hörmətli rejissorumuz digər bir mövzu, demək Təyyar Axundov